hakimlərə qarşı edilən ən böyük haqsızlıq nədir? Təzyiq bəzi hallarda olur, həm valideynlər tərəfindən, həm məşqçilər tərəfindən. Amma əsas odur ki, burada emosiyalarına yenilməyəsən. Səhv hər kəsdə ola bilir, amma əsas odur ki, bundan nəticəni düzgün şəkildə çıxara biləsən. Hakimlik fəaliyyətinizdən sonra və qorxduğunuz, çəkindiyiniz hər hansısa bir an olubmu? Çətin döyüşlərdə, gərgin döyüşlərdə olur. Boy uzatma məşqləri həqiqətən də işə yarayırmı? Öz karyeramı daha da genişlətmək istəyirəm. Heç vaxt özünüzdən vaz keçməyin, hər zaman xəyallarınızın ardıca gedin və kənardakı təzyiqlərə qətiyyən qulaq asın. Azərbaycanda idman inkişafı təkcə idmançıların uğurları ilə deyil, həm də bu sahədə çalışan hakimlərin və məşqçilərin fəaliyyəti ilə sıx bağlıdır. Gənc yaşına baxmayaraq, həm taekvondo hakimi, həm də jimnastika müəllimi kimi fəaliyyət göstərən Suzanna Silvestr də bu sahədə diqqət çəkən simalardan biridir. Oxu Azın qonağı olan Suzanna Silvestr, hakimlik fəaliyyətinin çətinliklərindən, verilən qərarların məsuliyyətindən, eləcə də uşaqlarla işləməyin incəliklərindən danışacaq. Suzanna xanım, xoş gördük sizi. Dəvətimizi qəbul edib müsahibəmizdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirik. İlk olaraq ən çox diqqət çəkən məqam sizin soyadınızdır. Bilmək istəyirdik ki, bu soyadın arxasında hansı hekayə dayanır? Mənim atam xarici vətəndaşdır, Belçika vətəndaşıdır. Ona görə onun soyadı da Silvestrdir. Onun soyadı Silvestr olduğuna görə də çox diqqət çəkir və Azərbaycanda fərqli soyada sahib insanlar nadir halda rastlandığına görə. Bəs ümumiyyətlə idmana yolunuz necə başladı? Mən uşaqlıqda ümumiyyətlə çox aktiv bir uşaqlıq yaşamışam və valideynlərim də düzgün seçim ediblər və məni idmana yönləndiriblər. Bu bir müddət sonra hobbi yox, mənim həyat tərzimə çevrildi. Bəs niyə məhz hakimlik sahəsini seçdiniz? Taekvondo ilə məşğul olduqca onun içində qalmaq istədim. Bizim Azərbaycan Taekvondo Federasiyası həm idmançıların inkişafına, həm də ki, hakimlərin inkişafına çox böyük dəstək göstərir. Federasiya tərəfindən hakimlərin seçimi olur, bizim üçün xüsusi seminarlar keçirilir və o seminarlar nəticəsində fərqli yarışlarda iştirak edirik. Sizcə hakimlərə qarşı edilən ən böyük haqsızlıq nədir? Ən böyük haqsızlıq odur ki, onlar qaydaları bilmədən bizim işimizə qarışmağa çalışırlar və bu kənardan bizim üçün artıq təzyiq kimi görsənir. Bizim daha çox orada emosiyalarla yox, qərarlarla hərəkət etməmiz lazımdır. Bəs maraqlıdır ki, illərdir yarışlarda iştirak edirsiniz hakim kimi. Hansısa bir qərarınızdan ötürü sizdən mübahisə ediblərmi? Belə hallar olub, bu idmanın bir hissəsidir. Amma bu vəziyyətdə soyuqqanlı olub qaydalara əsasən hərəkət etmək ən doğrusu seçimdir. Bəs bizə maraqlıdır ki, hakimlərə təzyiq olur. Təzyiq bəzi hallarda olur, həm valideynlər tərəfindən, həm məşqçilər tərəfindən. Amma əsas odur ki, burada emosiyalarına yenilməyəsən və diqqətin sadəcə döyüşdə olsun. Biz yarışlarda görürük ki, məşqçilər və yaxud azarkeşlər hakimlərin hansısa bir qərarla razılaşmadıqda reaksiya verirlər, hakimə etiraz eləməyə çalışırlar. Bəs bu məqam sizi çaşdırmır? Səhv hər kəsdə ola bilir, amma əsas odur ki, bundan nəticəni düzgün şəkildə çıxara biləsən. Mən öz yarışlarımda, yarışdan sonra videolara təkrar baxıram, hakimlik elədiyim videolara və orada etdiyim səhvləri növbəti yarışlarda təkrarlamamaq üçün çalışıram. Bir şəxsin hakim olmaq üçün xarakteri necə olmalıdır sizin fikrinizdə? Səbirli, ədalətli, soyuqqanlı və ən əsası çox diqqətli olmalıdır. Uzun müddətdir ki, hakim kimi fəaliyyət göstərirsiniz. Bu verilən qərarlarda və yaxud hakimlik fəaliyyətinizdən sonra və qorxduğunuz, çəkindiyiniz hər hansısa bir an olubmu? Təbii ki, olub. Xüsusilə də çətin döyüşlərdə, gərgin döyüşlərdə olur. Amma əsas odur ki, diqqətini yayındırmayasan və kənardan gələn o təzyiqlərə diqqət yetirməyəsən. Yoxsa döyüşün taleyi dəyişə bilər. Bizdə olan məlumata görə siz həm də uşaqlarla işləyirsiniz, onların fiziki inkişafı və boylarının uzanması üçün məşqlər keçirirsiniz. Bəs bu istiqamətə necə yönəldiniz? Eyni zamanda mən gimnastika ilə məşğul olmuşam uşaqlıqda və uşaqlarla işləmək mənə fərqli bir zövq verir. Onların dəyişimini görmək, nəticələrini tez bir zamanda əldə etmək hər biri məni daha da motivasiya edir. Bu artıq mənim bir işim yox, artıq bir həyatıma çevrilib. Bəs əgər qarşılaşdırsaq hər iki sahənizi, uşaqlarla işləmək daha çətindir, yoxsa hakimlik? Hər ikisinin öz çətinliyi var, amma uşaqlarla işləmək daha çətindir. Onlara daha çox diqqət, səbir və psixoloji dəstək lazımdır. Yəqin ki, izləyicilərimizə də bu maraqlı olacaq bu sual, ona görə bu sualı sizə ünvanlayıram. Boy uzatma məşqləri həqiqətən də işə yarayırmı? Təbii ki, işə yarayır. Bəlli bir məşqlər proqramlarla bu təsirini göstərir, amma təbii ki də ən əsası genetik faktordur. Onlar da rol oynayırlar. Bəs genetik faktorda məsələn uşağın necə deyirlər, valideynlər əgər balaca boydursa,
bunun məşqlər keçməklə onun boyunu müəyyən qədər uzatmaq mümkündür. Təbii ki, uzatmaq mümkündür. Çoxu bu ilə razılaşmır, amma bəlli bir məşq proqramı ilə qidalanması, yuxu rejimi hal-hazırda çox vacibdir uşaqlar üçün. Onları etdikdə təbii ki, uzanır. Bəs boy uzatmaq üçün hansı hərəkətlər daha çox effektivdir? Daha çox turnikdə sallanma hərəkətlərdir, aşağı dartılma hərəkətlər, stretching hərəkətlər. Sizin fikrinizcə valideynlər uşaqları idmana yönləndirəndə ən çox hansı səhv edirlər? Ən böyük səhvləri uşaqları idmana məcbur etməkləridir. Çünki uşaqlar idmanı sevməlidirlər, ondan qorxmamalıdırlar. Daimi formada qalmaq üçün necə qidalanmaq lazımdır? Hansı məşqlərdə etmək lazımdır? Balanslı qidalanmaq, şəkərli, fast food, qazlı içəcəklərdən uzaq durmaq lazımdır. Onları azaltmaq lazımdır. Mütəmadi kardio eləmək, güc məşqləri eləmək də çox faydalı olacaq. Gözlənilən nəticəni ala bilməyən tələbələriniz olub? Təbii ki, olub. Mən məşqlərdə uşaqlara düzgün qaydada keçirəm, proqramı verirəm. Eyni zamanda ev tapşırıqları verirəm. Qidalanması, yuxu rejimi və s. Uşaqlar evdə bunu etmirlərsə və məşqlərdə davamiyyətləri yoxdursa, o zaman istədiyimiz nəticəni almırıq. Bu da ki, o zaman bu bizim problem olmur. Uşağın öz məsuliyyətinin problemi olur. Uşaqlar üçün hansı yaşda idmana başlamaq daha doğrudur? 4-6 yaş aralığında. Evdə uşaqlar üçün ən sadə və effektiv məşqlər hansılardır? Yüngül dartılma hərəkətlər, oplanma, balans nizamlamaq hərəkətləri çox yaxşı olacaq. Müasir dövrdə bir çox şəxslərin şikayət etdiyi məsələ məhz telefon məsələsidir ki, sizin sahədə bəs telefon uşaqların boyuna və inkişafına necə təsir edir? Bu uşaqlara həm fiziki, həm psixoloji mənfi təsir göstərir. Uşaqlar əsasən oturaq formada qalırlar, pasiv həyat yaşadıqlarına görə çox təsir göstərir. İdman eləməyən uşaqlar gələcəkdə nə itirirlər? Onlar sağlamlıq, intizam və özünə inam kimi vacib xüsusiyyətləri itirirlər. Suzana xanım, özünüzü 5 il sonra harda görürsünüz? 5 il sonra öz karyeramı daha da genişlətmək istəyirəm. Daha böyük yarışlarda hakimlik eləmək, fərqli gözəl planlarım var əslində. İndi hər bir şey burada demək də olmur. İnşallah zaman göstərəcək. İnşallah. Suzana xanım, bizim bir cümlə rubrikamız var. Sizdən indi sual soruşacağam və bir cümlə ilə ona cavab verməyinizi xahiş edəcəm sizdən. Bir cümlə ilə uğur nədir? Uğur öz üzərində davamlı işləmək. Bir cümlə ilə ideal uşaq inkişafı necə olmalıdır? Sağlam, xoşbəxt və azad. Bir cümlə ilə idmansız həyat necədir? Natamam. Son olaraq gənclərə və uşaqlara ən vacib mesajınız nədir? Heç vaxt özünüzdən vaz keçməyin, hər zaman xəyallarınızın ardıca gedin və kənardakı təzyiqlərə qətiyyən qulaq asmayın. Təşəkkür edirik biz də sizə Oxaz kollektiv adından. Gələcək karyeramıza uğurlar arzulayırıq. İnşallah beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edərsiniz. Çox sağ olun. Sağ olun.